Bəzən 90 dəqiqə bir ömrə bərabər olur. Bugün həmin günlərdən biridir. Dünya futbolunun qəlbi bugün burada döyünür. İki nəhəngin, iki tarixin və milyonlarla insanın sevdasının qarşılaşması. İspaniya La Ligasının 35-ci turu, mərkəzi görüş El Clasico. Barcelona və Real Madrid oyunun həyəcanına xoş gəldiniz. Və bu oyunu CBC Sport'un canlı yayımında sizə mən Elvin Nəzirov şərh edəcəm. Spotify Nou Camp Arena'da gözəl Barcelona himni səslənir və bu himn sədaları altında, bu maraqlı görüşdə hər iki komandaya xal lazımdır. Düzdür, xal fərqləri çoxdur bu iki klub arasında, amma təbii ki Real Madrid bu xal fərqini azaltmağa çalışacaq, çempion olmasa belə. Bu il stabil oyun nümayiş elətdirmir Real Madrid komandası. Zədələr var, qapısında zədə var, Kurtuğa bugün olmayacaq, Arda Güler olmayacaq, Thiago Pitark olacaq bugün yarı müdafiədə və biz Barcelona komandasının heyəti ilə başlayaq. Qapıda Wojciech Szczesny, müdafiədə Alexandre Balde, Paul Kubarsi, Ronald Araujo və Jules Koundé, yarı müdafiədə Marc Casado, Pedri, Gavi, hücumda isə Rashford, Robert Lewandowski və Lamine Yamal. Qonaq komanda heyəti Real Madrid. Qapıda Andrei Lunin bugün Kurtuğanın zədəli olmasına görə o əvəz eləyəcək Kurtuğanı. Müdafiədə Ferland Mendy, Dan Huysen, Antonio Rüdiger və Trent Alexander-Arnold. Yarı müdafiədə Thiago Pitark, Federico Valverde, Jude Bellingham və Brahim Diaz. Hücumda isə Vinicius Junior və Kylian Mbappé olacaq. Və Barcelona komandası Lewandowski hakim fikri ilə oyuna başlayır. Alexandre Balde ötürməsi, Marc Casado topu itirib, Vinicius Junior topladı. Real Madrid hücumu Vinicius Junior hələ topladı. Ötürməsi içəriyə doğru, Balde top kəsir. Barcelona hücum davam edir. Pedri'nin ötürmə, Gavi istiqamət zərbəsi indirib, blok qoyulur Gavi. Ötürmə Marcus Rashford topladı. Bugün saxlayıb, təhlükəli futbolçu ötürmə Gavi, Lewandowski boşladı. Ötürmə Leva çöndü, zərbəsini indirir və gol! Robert Lewandowski. Oyunun 7-ci dəqiqəsində hesab açır Barcelona Spotify Nou Camp Arena'da. Lewandowski 13 qolu var idi Bombardier siyasında və hal-hazırdakı vurduğu qollar bir yerdə 14 qolu var. Mükəmməl kombinasiya Barcelona komandasından və Real Madrid oyuna başlar-başlamaz qapısında qol görür. Görək Alvaro Arbeloa necə bir taktika quracaq Hansi Flick'in Barcelona'sına qarşı. Bombardier Kylian Mbappe'de 22 qolu var. Bugün görək Lewandowski'nin qarşısında öz sözünü deyə biləcəkmi Kylian Mbappe və oyun belə getsə xal fərqi böyüyəcək hər iki klub arasında. Real Madrid hücuma çalışır, Vinicius gözəl keçdi rəqibini, amma qarşısı kəsilir. Pedri görəcəkmi komanda 106 qələbəsi var Real Madridin Barça üzərində. Pitark ötürmə Vini'dən gözəl ötürmə Pitark'a. Pitark paraşüt ötürməsi Mbappe. Mbappe içəriyə doğru astı. Brahim Diaz top dirəyiş. Brahim Diaz qarşısında Marc Casado var. Casado top alır. Əks hücuma çıxa bilər Barcelona. Marcus Rashford. Lewandowski top istəyir. Lewandowski'yə göy ötürmə. Leva nə edəcək burada ötürməsi? Rashford istiqamət. Rashford topu çəkir. Zərbəsi Andrei Lunin yerindədir. Casado bugün əsas hücumları quran futbolçudur. Mərkəzdən Lamine Yamal istiqamət ötürmə. Yamal qarşısında Ferland Mendy var. Sürəti baxımından keçdi Yamal. İçəriyə doğru ötürməsi. Lewandowski daban zərbəsi Lunin yerində. İkinci dəfə komandasını xilas edir bugün. Andrei Lunin. Araujo. Jules Koundé. Müdafiədən çıxmağa çalışır Barcelona. Lamine Yamal. Pedri. Ötürməsi Gavi istiqamətlə Bellingham kəsir. Vini də qaldı top. Mbappe'nin önünə ötürmə Mbappe və gol! 1-1. Bombardier bu oyunda öz sözünü deyir. Lewandowski'nin qoluna cavab olaraq 23-cü qolunu vurur. Kylian Mbappe bu il La Ligada. Və Bombardier əsasən hələ də birinci yerdədir və qol fərqini də artır, amma Bellinghamın burada əziyyəti böyüdür, çünki topu kəsdi. Vini ötürmə, Vini Mbappe'nin önünə buraxır. Təbii ki, o təhlükə var. Mbappe'nin qarşısını almaq qeyri-mümkündür belə vəziyyətlərdə. Düzdür, bitiriciliyi baxımından çox da yaxşı olmasa da, amma əksər vəziyyətlərdə hesabı artırmağı bacarır Kylian Mbappe və artıq Barcelona'nın vəziyyəti biraz çətinləşir.
bu oyuna, çünki Real Madrid özünə gəlir. Görək Barcelona'nın cavabı necə olacaq? Hansi Flick nə edəcək bu qoldan sonra? Barcelona hücum qurmağa çalışır. Marc Casado yenə mərkəzdən Casado mükəmməl göndərdi Lamine Yamala. Ferland Mendy qarşılaşması yenə Yamal keçir Ferland Mendy'ni. Cərimə sahəsinə daxil olur, zərbəsini endirir Lunin. Ötürmədi, zərbə vurdu qapıya. Andre Lunin yenə yerindədir. Real Madrid xilas edir. İlk hissədən sonra Barcelona biraz daha üstün idi Real Madriddən, çünki daha çox hücum etdi. Lunin'in sevlərini təbii ki də yerə vurmaq olmaz. Lunin gözəl sevlər etdi. İkinci hissə məncə daha maraqlı olacaq. Hər iki komanda arasında bərabərlik var. Lewandowski'nin və Mbappe'nin vurduğu qollar onun yeganə qollardır. Və ikinci hissəyə başlayırıq. Real Madrid hücum qurmağa çalışır ikinci hissədə. Vini, daha doğrusu Petark idi bu. Federico Valverde zərbə indiriblər, zərbəsini indirir. Pau Cubarsí. Bu il istədiyi kimi çıxış eləyə bilmir Real Madrid. Casado ötürməsi, top kəsdir Pedri. Ondan da qavi istiqamətinə Lewandowski gözəl üçün zərbəsini indirir. Yaxşı alınmadı zərbəsi, amma gözəl çönmüşdü. Lewandowski topu qəbul edib çöndükdən sonra 90% təhlükə olur. Real Madrid hücum başlayır. Ferland Mendy ötürmə mərkəzə Vini. Vini nə edəcək? Petark'la oynadı. Araujo. Pedri ötürmə. Gavi mükəmməl göndərdi. Lamine Yamal. Nə edəcək? Qarşısında Hüseyin var. Yamal Allahdır rəqibini ötürməsi. Lewandowski blok qoyulur. Lewandowski'nin ikinci fərqlənməsini icazə vermir Real Madrid müdafiəsi. Təkrar izləyir vəziyyətin. Yamal çox təhlükəli oyuncusudur. Hüseyin çox rahat keçdi orada və bu qol olsaydı artıq Barcelona biraz daha rahatlayacaqdı. Barcelona standart vəziyyəti yerinə yetirəcək. Türmə içəriyə doğru. Marc Casado. Casado gözəl keçdi rəqibini. Marc Casado zərbə gələcəkmi? Zərbə indirir. Top direyə qayıdır. Lewandowski təkrar zərbə alınmır. Kontratak Real Madriddən Vinicius Junior. Vini nə edəcək? Valverde istiqamətindən Petark'a. Thiago Petark. Ondan da ötürmə Valverde içəri doğru qaldırır Vini. Oy gözəl kəsdilər Vini'nin qarşısında arada. Ayağından aldılar topu. Real Madrid standart vəziyyəti, yaxın oynayacaqlar böyük ehtimal. Yaxın oynadılar. Ferland Mendy zərbəsi indirir və gol! Ferland Mendy 78-ci dəqiqədə Ferland Mendy. Barcelona 1, Real Madrid 2. Mükəmməl olaraq oyun göndərdilər. Real Madrid komandası Arbeloa soyunub geyinmə otağında nə danışdı, nə elədi? Komanda oyunu göndərir. Xal fərqi azalır hər iki klub arasında. Lunin sevinir bugün. Həqiqətən çox vəziyyətdən xilas elədi. Çox vəziyyətdən çıxartdı Real Madridi. Və bunun nəticəsi olaraq da Ferland Mendy fərqlənir və Real Madrid önə keçir. Görək bundan sonra Barcelona oyunu ala biləcəkmi? Katalonlar Spotify Nou Camp Arena'da geriyə düşürlər. Oyuna başlayır Lewandowski. Daha pressingdə oynayacaq Barcelona komandası təbii ki də. Bu qoldan sonra boşluq verə bilər. Real Madrid də bundan istifadə edə biləcək potensialda olan klubdur. Vinicius Junior ötürməsi irəliyə doğru. Ronaldo Araujo top kəsir. 3 dəqiqə artırıb hakim oyun sonuna. Barcelona son hücum ola bilər. Rafinha qarşısında Rüdiger var. Rüdiger'i kəsir asanlıqla. Rafinha Kamavinga qarşısını kəsir və geriyə Lunin'lə oynayırlar. Hakimin biti ilə oyun bitir. 1-0 geride olan Real Madrid bugün Kylian Mbappe və Ferland Mendy'nin qollarıyla hesabı çöndürməyə bacardılar. Amma bu təbii ki heç nəyə dəyişmir La Liga cədvəlində. Xal fərqi çox idi bu klub arasında və bu qələbə sadəcə xal fərqini biraz azaldır. Və bugün bu meydanda sadəcə futbol yox, əsl dram izlədik və bu həyəcanı sizinlə bölüşdüyüm üçün çox şadam. Gələn böyük oyunlarda görüşənə qədər sağ ol, salamat qalın, futbolsuz qalmayın.